Ben Məmmədov Yaşar Rəhimoğlu, birinci qrup əliləm. 68 yaşım var, Mingəçevir sakiniyəm. Mənim ikinci müraciətim ondan ibarətdir ki, hörmətli Mehriban xanıma və hörmətli bir prezidentimizə ondan ibarət ki, müraciətim ondan ibarət ki, torpağıma çıxarış ala bilmirəm. Mənim müraciətim ondan ibarətdir ki, 1994-cü ildə 6 kvadrat torpaq sahəsi almışdım. 2010-cu ildə də yer hərraca qoyuldu. Hərraçda 19 kvadratda qalib gəlib aldım. Birinci qrup əlil olduğuma görə dövlət mənə istifadə eləmək üçün torpağı verir. Mən ağır infak keçirdiyimə görə, ona görə indi torpaq sahəmizi satmaq istəyirəm. Çıxarışım olmadığına görə torpağı sata bilmirəm. Sənədləri düzəltmək üçün Mingəçevir Bələdiyyəsinə nə qədər müraciət eləmişəm, alım yeyib. Sonra Yevlaqda əmlaka getmişəm, əmlakdan göndəriblər çəkib İnzibatiyə. İnzibatidə də oldum. O da göndərdi, harada yaşayırsan o əraziyə. Mingəçevirdə də məhkəmə olundu. Təəssüf ki, eləmədilər. Şəki məhkəməsi də verdi Mingəçevir məhkəməsinə ki, harada yaşayırsan o ərazi eləsin. Təəssüf ki, Mingəçevir məhkəməsində də oldum, eləmədilər. Mingəçevir İcra Hakimiyyətinə müraciət edirəm. Mingəçevir İcra Hakimiyyəti də mənə deyir ki, bələdiyyə deyir, çıxarış vermir. Sonra da mənə deyir ki, təzədən müraciət elə bələdiyyəyə. Bələdiyyəyə də müraciət edirəm, mənə deyir, noldan başla, sıfırdan başla. O da mənə hələ sərfələnmir. Mən dəfələrlə hərraçda iştirak edib, torpağı 19 kvadratı da uzmuşam. İndi 25 kvadrat çıxarışımı ala bilmirəm. Mən birinci qrup əlil adamam, oradan ora göndərir, o da oradan ora. Məni oynadırlar. Hörmətli prezidentimiz, mən sizə artıq dərəcədə xahiş edirəm ki, mənim bu çıxarışımı almağıma köməklik göstərəsiniz. Mən ağır infak keçirdiyimə görə, istəyirəm ona görə çıxarışımı alır, satam, müalicəmi elətdirəm. Bunlar da mənlə ötür oyun oynayırlar.